Qədəmin mübarək olsun, bura Kərbəladır Zeynəb. Nə qədər bəla-yu qəm var, bizə aşinadır Zeynəb. Buranın cəfası çoxdur, bu cəfaya səbr edərsən. Deyəndə qəmsi bu yolda, bu səraya səbr edərsən. Başını cidada görsün, bu bəlaya səbr edərsən. Bu bəlayı eşqi görmək özü bir səfadır Zeynəb. Demirəm ki, bacı, ölsəm oturub Yasımə ağla. Demirəm Əkbərə ağla, demirəm Qasimə ağla. Deyirəm ağlasan ancaq, bacı, Əbbasımə ağla. Bu da qardaşım Hüseyndən sənə son ricadır Zeynəb. Bu məkanda, o zamanda mənə Nuh dedi. Əza saxlayıb Süleyman, Yasma qara geydi. Bu yerin ismi gələndə babamın qəddin əyridir. Buranın bir ismi də var, bura Neynəvadır Zeynəb, bura Neynəvadır Zeynəb. O kesib başları görsüz, deməyin qan tökülübdür. Açılıb badı sədəflər, denən mərcani tökülübdür. Elə bir ayə bu ayə, yerə Qur'an tökülübdür. O kitabla belə rəftar nə böyük xətadır Zeynəb. Hüseynə qalxan əllər nə ki cananı vurubdur. Həsəni, Fatiməni, həm Şəh-i Mərdanı vurubdur. Rəsulullahı vurubdur, həm Qur'anı vurubdur. Həmin əl ta ki qiyamət, bəşərə ta ki bəladır Zeynəb. Əli bəşərin ən üstünüdür. Ona düşmən kəsilən kafir olar.